Qış fəslində bol vitamin üçün bu salatı mütləq sınayın. Dadı damağınızda qalacaq, həm də qışda bütün tərəvəzləri bu salatın içərisində cəmləmək mümkündür. Araşdırsanız görərsiniz ki, vinegret salatını hazırlanmağın bir neçə üsulu var. Mən sizin üçün bu dəfə ən asan üsulunu kəşf etmişəm. Salat üçün istifadə edəcəyimiz tərəvəzləri öncədən suda bişiririk. Hər zaman salatlarınızda istifadə edəcəyiniz tərəvəzlər bişmiş şəkildə olduqda çalışın tərəvəzlər çox bişməsin. Doğramaq sizin üçün rahat olsun. Tərəvəzlərin hər biri bişdikdən sonra isə salatın içərisinə əlavə edəcəyimiz lobyanın ölçüsündə tərəvəzləri kub şəklində doğrayırıq. Vinegret salatında istifadə etdiyiniz lobya zövqünüzə uyğun şəkildə hər hansı bir lobya çeşidinin olması kifayət edir. Əsas məqamı isə bişirdiyiniz lobyanın da məhz elə tərəvəzlər ilə eyni şəkildə bişməsinə diqqət yetirməyinizdir. Gördüyünüz bu dadı və görüntüsü möhtəşəm olan salatın içərisində istifadə etdiyim ingrediyentlərin dəqiq ölçülərini hər zaman olduğu kimi sizlər üçün rəy bölməsində qeyd edəcəm. Keçid edib baxaraq kanala abunə olub dəstək olmağı da unutmayın. Vinegret salatının içərisinə zövqünüzə uyğun şəkildə qırmızı soğan da əlavə edə bilərsiniz. Həmçinin də istifadə edəcəyiniz göyərti olaraq da sadəcə cəfərdən istifadə etməyiniz kifayət edir. Eyni zamanda salat üçün istifadə etdiyiniz kələm turşusu çalışın sirkəsiz olan formada olsun. Əgər içli olaraq istifadə edəcəyiniz kələm turşusu sirkəli olarsa bu zaman salatınızın ömrü qısa, eyni zamanda dadı da çox turş olacaq. Onu da nəzərinizə çatdırım ki, duru yağ olaraq isə zövqünüzə uyğun hər hansı başqa yağdan da istifadə etməyiniz mümkündür. Zeytun yağı olmağı şərt deyil. Mənim dəyərli izləyicilərim, bir mövzunu da nəzərinizdə saxlayın ki, mətbəx hər kəsin özünə məxsus olan özəl bir bölmədir. Və əgər siz mətbəxdə hər hansı bir yeməyə əlavə bir ingrediyentdən istifadə edib və ya xoşlamadığınız bir ingrediyenti çıxardırsınızsa, bu isə o demək deyil ki, mütləq şəkildə hər kəsin resepti məhz elə sizin reseptinizlə eyni olmalıdır. Həmçinin mənim də. Mən hazırladığım bütün yeməklərdə özümə özəl olaraq bir toxunuş həyata keçirdirəm. Əgər sizin də yeməklərdə özəl toxunuşunuz varsa, bunu mənimlə bölüşün.